Deməli uşaqlar, bugünkü mövzumuz artikeldir. Artikelin Azərbaycan dilində ekvivalenti yoxdur. Yəni Azərbaycan dilində belə bir qayda yoxdur. Artikel adlı. Və artikel bildiyiniz kimi iki yerə bölünür: müəyyən və qeyri-müəyyən. Qeyri-müəyyən adından da bəllidir ki, müəyyən deyil, o haqqda məlumatımız yoxdur. Tanımadığımız, ilk dəfə gördüyümüz, ilk dəfə bir şey haqqında informasiya veririksə, onda o zaman en artikelından istifadə edirik. Və üç halda işlənir: sayılan, tək və ümumi isimlərlə işlənir. Sayılmayan isimlərlə, xüsusi isimlərlə, cəm isimlərin qarşısında en işlənə bilməz. Oldu? Əgər gördünüz ki, boşluqlardan sonra testdə cəm isim gəlib və ya sayılmayan gəlib və yaxud da xüsusi isim gəlib, en-i dərhal orada variantlarda çıxardırıq. Oldu? Bu en artikelinin bir-birindən fərqi nə idi? Sahiblə başlayan sözlərdə hərfə görə yoxsa səsə görə? Bəli. Səs, ilk sözün ilk səsi sait olarsa en, samit olarsa artikelından istifadə edirik. Keçdik müəyyənlik artikeli D. D artikeli bu en üç halda işlənir, amma D artikelində bu üç halın fərq eləməz, hamısına işlənir. Sayılan və sayılmayan isimlərlə, tək və cəm, ümumi və xüsusi. Əsasən də bax bura fikir vermək lazımdır. Ümumi isimlərlə işlənməsi belədir ki, onun haqqında məlumatımız olmalıdır. Amma xüsusi isimlərlə iki yerə bölünür. Əzbər bilməliyik bunu. Ya olacaq, ya olmayacaq. Hansı halda olur, hansı halda olmur, istisnalar da var. Başa düşdünüz? Amma sayılan, sayılmayan, tək, cəm, ümumi, xüsusi fərq eləməz. Z artikeli hamısına işlənir. Yalnız bir dənə o deyir ki, bu haqda məndə informasiya olsun. O zaman mən işlənə bilim. Z artikeli onu tələb edir. Anladıq? O ki, qaldı xüsusi isimlər. Bu artıq öyrənmək lazımdır ki, məsələn, dil adlarında olmurdu. Language artıranda dil adından sonra language sözünü istifadə edəndə D artikeli istifadə olunur. Ölkə adlarında, yer adlarında olmurdu. Amma ölkə sözündən sonra Republic, Kingdom, Federation, United sözləri, belə söz, bu tipli sözlər varsa, o zaman Z artikeli işlənir. Su hövzələri, su ilə bağlı olan xüsusi isimlər Z artikeli ilə işlənir, amma lake sözü olarsa xüsusi ismin yanında, məsələn, Lake Baykal, Lake Qaraçay, bu tipli sözlərdə D artikelini istifadə eləmirik. Yer adlarında olmur, amma səhra adlarında olur. Görürsünüz, bunu əzbərləmək lazımdır. Amma qalan hallarda sayılan, sayılmayan, cəm, tək hamısına işlənir. Yetər ki, o haqda informasiya olsun. Oldu? Başqa da belədir ki, uşaqlar, Z artikelini və ya en artikelini biz testimizdə texnika olaraq 3 texnikadan istifadə edirdik. 1. Nöqtələrdir, sonra sayılan tək isim gəlir, elə. Sayılan və tək isim. Bu halda biz burada boşluq verə bilərikmi? Xeyr, nəsə ya en olmalıdır, ya da Z artikeli, nəsə bir şey verməliyik. Mən sizə öyrətmişdim ki, sayılan tək ismin qarşısına boşluq vermək olmaz. Bu ancaq sayılan təklərə aiddir, ha? Sayılan, sayılmayanlara və cəmlərə aid deyil bu qayda. Oldu? İkinci qaydamız nə idi? Dedik ki, əgər nöqtələrdən sonra sifət və sonra isim işlənibsə, onda nə verirdik? En artikelindən istifadə edirik. Əksər hallarda, ilk dəfə məlumat alanda, məsələn deyirəm, he is a busy woman. She is a busy woman. Niyə? Çünki busy woman. Görürsünüz, orada nə var? Və təsvirici təyin var. Ona görə sifət isimlə istifadə edirik. Yenə də bu da sayılan təklərə aiddir. Yəni cəm isimlərə, sayılmayanlara aidiyyat yoxdur. Bu sifət isim olanda en-dən istifadə eləmək. Oldu? Üçüncü qaydamız nə idi? Dedik, söz önləri nə istəyir? Aha, söz önlərindən sonra D artikeli istifadə olunur, sonra isim gəlir. Məsələn, stolun üstə deyin görün. On the table. Stolun üstündə. Görürsünüz, bu halda Z. Amma, indi dördüncü qaydanı burada yazıram. Amma görsək ki, söz önüdən sonra sifət isim gəlib. Bəli, en olur, sonra sifət isim, hə?
və o yenə də ki, sayıla bilən təksim. Məsələn, balaca stolun üstündə deyəyim də. On a little table. Gördünüz? Əslində mən on the table deməliyəm. Amma sifət təsvirici təyin gəlib deyə yenə də ki, sayılan təklərdən nəzərdə tuturuq. Ha? Cəm isimlərdə, sayılmayanlarda bu proses baş vermir. Bəli, söz önüdən sonra sifət gələrsə, biz en-dən istifadə eləmə ehtimalı çoxdur. Sonra bir də uşaqlar, 5-ci də o idi ki, söz önləri Z istədi, hə? Amma bəziləri biz dedik ki, söz önü olsa belə artikl olmaz. Ümumiyyətlə olmur. Onları da qeyd eləyək. Uşaqlar, dedik ki, söz önləri Z artikl istəyir. Amma sifət isim olanda en istəyir. Amma bu sözlər var ki, söz önü olsa belə, məsələn, to, in, at, söz önlərindən sonra bu sözlər gələrsə artikl olmaz. 3 dənə təhsil müəssisəsidir. University, college, school, prison, hospital'da. Biz demişdik ki, insan harda olmaq istəməz. Nə hospitalda, nə də prison, həbsxanada. Belə yadımızda saxlayaq. İş yeri olaraq work, evlə bağlı bed, əşyalar, bir də home, church, kilsə, space, kosmos. Bunlarda artikl olmur. Məsələn, deyirik ki, go to school, go home, at work, in bed, öyle öyrənmişdik də, yadınızdadır. Into space, in space. Başa düşdünüz? Artiklsız işlənir. Amma istisna da var idi. Hansı halda artikl işlənir? Bəs. Əgər orada işləyən birisi görməyə gedirsə, deməli, bax, orayla əlaqəsi olmayan, bağlantısı olmayan insanlar ora baş çəkərsə, bu zaman Z artikl olur. Məsələn, siz hər gün məktəbə gedirsiniz, onda go to school deyirsiniz. Mən də məktəbə gedirəm, çünki müəlliməyəm. Mən də direktor olsa, müəllim olsa, orada xadimədirsə, bunlar hər gün gedir axı, məktəb onların iş yeridir. Onda go to school deyir. Amma valideyn gəlir, valideyn icrasına dəvət olunur. Onda deyəcək go to the school və ya sənət götürməyə gedir. Başa düşdünüz? Bax, bunlar istisnalardır ki, bunlarda artikl heç vaxt olmaz. Bir də uşaqlar, nəyə fikir vermək lazımdır? Ən çox da. Artikl hansı nitq hissəsinə bağlıdır? Artikl. İsimlə. Sifətin qabağında ola bilər? Xeyr. Sayın? Xeyr. Əvəzlik olmaz. Feil olmaz. Yəni, isimlə bağlıdır. Yox, əgər onların qarşısında olarsa, buna istisna deyək. Məsəl üçün, deyirik ki, sayıların qabağında olmaz. Amma istisna var da, sıra sayılardır. İstəyirsən isim olsun, istəyir olmasın. Sıra sayı həmişə Z ilə işlənir. Amma digər nitq hissələrindən işlənərkən mütləq orada isim olmalıdır ki, en-dən istifadə eləyək, Z-dən istifadə eləyək. Amma sıra sayıları, birinci sıra sayını yazaq. Məsələn, birinci nədir? The first. Sıra sayı istəyir isim olsun, istəyir olmasın. Artiklsız, Z artiklından işlənir. İkincisi də miqdar sayıdır ki, miqdar sayı. Hansılar? Miqdar sayında artikl olmurdu. Nə əvvəlində, nə sonra. Məsəl üçün deyirik 5 dənə otaq, 5 rooms olmayacaq. Otaq 5, nömrəsini bildirir. Room 5 yenə olmayacaq. Amma əslində biz qayda demişdik ki, sayılan təqsimi qavan boş buraxmayaq. Düzdürmü? Amma niyə burada room sayılır? Bu miqdar sayı ondan sonra gəlib deyə, o miqdar sayı ona təsir eləyir. Yenə də artikl vermirik. Amma miqdar sayı olaraq milyon, 100 yadınızdadır. Onların qarşısında həmişə nə olur? En artiklı. A million, a hundred, a thousand, a billion. Bunlar istisnadır. Oldu. Üçüncü nədir? Sifətin qabağında olmur, sifət gələndə. Sifət ancaq üstünlük dərəcəsində olanda işlənir. Həmişə qıçaşırsınız, hə? The most, çox heyecanlı ki, the most expensive, çox heyecanlı. Tək heyecanlı verin. The biggest, bəli. Hər ikisi istəyirsən isim olsun. Bəzi uşaqlar belə eləyir, bax. Deyir ki, müəllim isim yoxdur. Z artiklından istifadə eləmədik. Xeyr, səhv anlayışdır. Gördünüz ki, üstünlük dərəcəsində istəyir isim olsun, istəyir olmasın. Sifətin üstünlüyündə, zərfin üstünlüyündə artikl olmur. Yadda saxlayın. Zərfin üstünlüyündə artikl. Məsəl üçün deyirəm, quickly, cəld sözünü deyirəm ki, üstünlükdə verəcəksən. The most quickly demək olmaz. Most quickly deyəcəksən. Desələr, niyə Z vermədiniz? Deyəsə, bu zərfin üstünlüyüdür ona görə. Sonra dördüncü qayda uşaqlar. Biz nə demişdik? Dedik əvəzlikdən nə əvvəl, nə sonra artikl olmaz.
Bu o anlamına gəlmir ki, hamısında belədir, amma istisnalar var. Məsələn, əvvəlində Z artiklı gələn əvəzliklər hansıdır? Həmişə the same, bir də the whole. Bəli, bu söz. Bir də ki, 2-1 modeli var idi filan. 2-1 nədir? Sizə keçməmişəm onu. Məsələn, I have two friends, 2 dostum var. One is English, biri ingilisdir. O biri, the other is, məsələn, Japan tutaq ki, Yaponludur. Japanese deyək. İndi orada nə var orada? 2-1 nədir? Əvvəlcədən birinci cümlədə nə məlumat verdim? I have two friends. Sonra nə dedim? Birini çıx dedim. One of them is English. 2-dən birini çıxdıqmı? Neçəsi qaldı? Biri. O Z artiklılıdır. Z azə. Ona görə də hər gördüyünüz azədə Z olmur ha. O 2-1 modelində olur. Və yaxud da 3-1 nədir? D azəs. O nədir bəs? Onda da tezdən danışıram. I have 3 friends. 3 dostum var. One is English. Biri ingilisdir. Digərləri D azəs. O birilər məsələn Japanese, Yapondular. Görürsüz, o da 3-1 modelidir. Yəni hər gördüyümüz azəzin qabağında Z olar deyə bir şey yoxdur. Sonra gəlir uşaqlar, özündən sonra Z gələn əvəzliklər. Biri bosdur, biri də oldu. Başqalarında belə bir şey yoxdur. Yəni əvəzlikdən sonra artikl olsun, belə bir şey yoxdur. Bir dənə bu ikisi istisnadır. Oldu. Bir də ki, EN artiklı gələn hansıdır bəs? Saç. Saç saç N. Bax, budur. Bir də obyekt hallar var idi. Yadınızdadır? Bayaq saydıq. Obyekt halı sayın görün. Me, you, him, her, it, us, you, them. Bunlardan sonra biz demişdik isim olmaz. İsim olarsa isimlə obyekt arasında dayanmalıdır. Nələr? EN artiklı və ya Z artiklı, ya işarə vəziyyəti this, that, ya da ki my, your, his, her, belə bir şeylər mütləq olmalıdır ki, isimlə me book demək olarmı? Me book. Deməliyik ki, give me ya a book, mənə bir kitab ver. Give me the book, kitabı mənə ver. Give me this book, o bu kitabı ver mənə. That book, o kitabı ver. Ya da give me your book, öz kitabını mənə ver. Gördünüz, isimlə bunlar yan-yana işlənməsin deyə aralısında bunların vasitəçi var da, nə? EN, Z artiklı və s. Bunlardan sonra ola bilər. Oldu? Yəni, əvəzlik bəhsində, əvəzlikdən nə əvvəlində, əvəzliyin əvvəlində, nə də sonra artikl olmaz. Bunlar istisnadılar. Yadda qaldı. Sayda da dedik, sayda bəzən uşaqlar EN də olur. Məsələn, I got A5. Nə deyirəm? 5 aldım. Burada A5 nə deməkdir ki? Qiymətdir. Burada o say isim kimi işlənibdir. Ona görə E artiklı işlənib. Və yaxud da deyirəm ki, I met 2 women in the corridor. Koridorda və yaxud da olsun 3 qadın rastlaşdı. The two came into our classroom. Hər ikisi bizim sinifimizə girdi. O Z2 nə deyirəm? Qadın sözü orada ixtisara gedibdir. Və Z2 orada isim kimi işlənir. Z artiklından işlənir. Başa düşdünüz? Və yaxud da bir də Z1 var. Z1 I met. Küçədə gördüyüm. O Z1 orada one miqdar say deyil. Qeyri-müəyyən əvəzlikdir. Qabaqcadan məlumat verir deyə Z artiklı ilə işlənir. Bu qədər. Yəni, başqa nitq hissələrində artiklın istifadə olunmasıdır. Deməli, uşaqlar, indi EN artiklını da bu halı xüsusi yadda saxlamaq lazımdır. Əgər cümlə I am, he is, she is, it is, you are necə? You are sən mənasında. Məsələn, you are a doctor, sən həkimsən, amma you are doctor, siz həkimsiz. Siz anlamında artikl olmur, amma sən deyəndə E artiklına fikir verin. You-da biraz problem var. This is, that is, there is, zerada yox, there will be-də ola bilər. Z-yə vozda da ola bilər. İzin əvəzinə bura voz verin. Will be-də tək olanda. Z-yə has been də ola bilər. Bu biçimdə Z-rizi bilən kimi o birlər də biləcək. I see, mən görürəm. I have, she has, var. Bunlardan sonra Z-ni yox, EN artiklından istifadə edəcək. Məsələn, I am a doctor,
You are a teacher. This is a book. Və yaxud da there is a man. I see a bird. I have a family. She has a daughter. Bu tipli belə başlayan cümlələrdə e-nə fikir verin. Oldu?